Salam, mən Aqil İslamov. Salam, hər vaxtınız xeyir olsun. Mən Aysun Ağayeva. Salam, mən Əlizadə Xəyal. Salam, mən Elnur Quliyev. Salam, mən Vüsal Ələkbərzadə. Salam, mən Nuray Baxşıva. Salam, mən Zəki Əliyarlı. Salam, mən Ramil Aşırov. Salam, mən Elvin Məmmədov. Salam, mən Fatimə İsmailova. Salam, mən Səbinə Hüseynova. Salam, mən Ülviyə Xəylova. Salam, mən Ayşə Əbişzadə. Santiago'nun ilk videosuna xoş gəlmisiniz. İlkin olaraq istəyirəm sizlərə klub haqqında qısa bir məlumat verim. Klub 2 il bundan əvvəl məhz adını baş obrazdan götürdüyümüz Kimyəgər kitabının müzakirəsilə başlayıb. Başladığımız vaxt 4 nəfər olmasına baxmayaraq, artıq üzvlərimizin sayı 4-ə çatır. Bundan əlavə o gündən bu günə kimi 40-a yaxın kitab müzakirəsi, onlarla film və tamaşa müzakirəsi, yazarlarla görüşlər və bir neçə böyük layihəmiz olub. Bu böyük layihələrə 2024-cü ilin yanvar ayında həyata keçirdiyimiz Şəhərləri Tanıyaq layihəsi, Şəhidlərimizin şərəfli həyat yoluna nəzər salacağıq. Gələcək nəslə hansısa bir miras qoymaq istəyirlər. Bunlar heç vaxt yaddaşlardan silinmir. Yolstan. həmçinin kənd məktəb layihəsi çərçivəsində 2024-cü ilin aprel ayında getdiyimiz Neftçala rayon Beşdəli kəndi, Bu müzakirədən sonra mən kitab oxumağa gələcəkdə Bizim kimi deyil, bizdən daha yaxşı olmalı. Kitabı səbirlə oxuyurduq. bundan əlavə olaraq 2025-ci ildə getdiyimiz Biləsuvar rayonu Mübariz liseyi daxildir. Və son olaraq da Adnusu, Hüneq, Bakı Mühəndislik Universitetləri kimi neçə universitetlərdə yeni kitab klublarının açılmasına, orada da bizim kimi gənclərin mütaliə və müzakirə qabiliyyətinin inkişafı üçün səy göstərmişik. İndi isə gəlin bir neçə slay ətrafında bu 2 il ərzində bizimlə bərabər olan üzvlərimizin fikirlərini alaq. Santiago ilə necə tanış olmusunuz və nə qədər müddətdir ki, fəaliyyətlərə gəlib gedirsiniz? Santiago ilə keçən il universitetimizin kitab klubu sədri tərəfindən tanış oldum. Elə o vaxtdan bəri kitab klubuna üzvəm. Amma hardasa 8-9 ay olar ki, daimi olaraq gəlib gedirəm. Yəni müzakirələrdə iştirak eləməyə çalışıram. Hərdən məsələn imtahan vaxtları ilə üst-üstə düşür deyə gələ bilmirəm. Amma ondan qalan vaxtlarda çalışıram ki, iştirak edeyim. Belə ki, mən Santiago klubu ilə xalam uşaqları vasitəsilə tanış olmuşam. Onlar daim müzakirələrdən bəhs eləyirdi və mənim də marağımı çəkdi. İlk dəfə olaraq Sıçanlar və Adamlar kitabının müzakirəsində iştirak elədim və bir ildən çoxdur ki də müzakirələrdə iştirak etməyə davam edirəm. Santiago'nu ilk dəfə sizin Instagram reelslərinizdə izləmişdim. Öyle tanış olmuşdum yəni. Və yaxşı ki də tanış olmuşam. Neçə ay, il deyil, aydı hələ ki, amma 4-5 müzakirənizə qatılmışdım.
Santiago ilə 2 il öncə tanış olmuşuq. Bir müəllimimin tövsiyəsi üzərinə yeni açılmış bir klub idi. Həm dəstəyanı, həm də biz yay fasiləsində boş qalmamaq adına müəllimin tövsiyəsi üzərinə kluba qoşulduq və artıq 2 ildir ki, ikinci müzakirədən etibarən Santiago bu klubdayıq. Santiago ilə səhv bilmirəmsə keçən ilin martında Instagramda bir postunuzu görmüşdüm. Oradan tanış olmuşdum. O vaxtdan bu vaxta da hardasa 1 ildən çoxdur ki, artıq gəlib gedirəm. Yəni aylıq kitab müzakirələrinin hamısında olmuşam. Santiago ilə ikinci kitab payız oxu qurdu marafonu ilə tanış olmuşdum. Müzakirələr var idi ki, ona onlayn şəkildə qoşularaq tanış olmuşdum. Hardasa artıq 1 il 6 aydır ki, Santiago ilə gəlib gedirəm müzakirələrə və fəaliyyət göstərirəm. Santiago ilə təxmini 1 ilə yaxın tanışam. Klubda fəaliyyət göstərən dostlardan biri tanış eləmişdi klubla. Santiago ilə ilk qurulduğu vaxtdan tanış olmuşam. Qurucularından birisi yaxın dostum idi və məni tanış elədi. Santiago ile Instagram vasitəsilə tanış olmuşam, sonra bura qoşulmuşam. Hardasa mayda 1 olacaq ki, buradayam. Əslində Santiago'nun sosial media hesablarından təxminən 2024-ün axırlarından bəri izləsəm də, fəaliyyətinə tanış olsam da, son 4-5 aydır ki, gəlib getməyə başlayıram. Deməli, 1 il öncə rəfiqəm burada Bookgiving Day olduğunu söylədi. Mən də həmin gün gəldim. Santiago ilə həmin gün tanış olmuşam. Hətta həmin gün film müzakirəsi də vardı. İkisinə də qatıldım və çox bəyəndim. Həmin gündən bəri gəlib gedirəm Santiago, bütün müzakirələrdə iştirak edirəm. Santiago ilə bir tanışım vasitəsilə tanış olmuşam. Təxminən 2 ilə yaxın. Bu müddət ərzində Santiago sizə nələr qazandırıb? Santiago'nun mənə qatdığı ən yaxşı özəlliyi oldu ki, əvvəl məsələn ən xoşladığım janrlarda kitab alıb oxumaq üstünlük verirdim. Amma sonradan məsələn biz hər ay fərqli janrlarda kitab oxuyuruq. Onu məsələn axırıncı dəfə deyəsən Azərbaycan ədəbiyyatı idi. Sonra hərdən psixoloji kitablar oxuyuruq. Məsələn o cəhətdən yaxşıdır ki, ancaq müəyyən janrlar üzərindən getmirik. Fərqli janrlarda oxumuş oluruq. Müzakirələrdə iştirak elədiyim müddətdə Santiago mənə əslində bir çox şey qatıb. Çünki mən ilk başlarda müzakirələrdə iştirak eləyəndə əsla özümü ifadə edə bilmirdim. Sərbəst danışa bilmirdim və bu ilk başda Santiago ilə bunu yendim. Buna qalib gəldim də demək olar. Sonrasında kitab oxuma artıq bir rutin halına gəldi. Ay-bay kitab oxumağa oxumasam belə ən azından bir həvəs göstərirəm və çox qəşəng bir çevrə qazanmışam. Burada tanıdığım insanlar artıq mənim doğmama çevriliblər. Həyatımın bir hissəsinə çeviriblər. Ona görə də Santiago mənim üçün özü də bir doğmalı. Yəni danışsam yetməz, amma ilk öncə çox gözəl dostlar mənə nəsib edir və ilk dəfə olaraq mən əslində kitab oxumağı sevmirdim, nə yalan deyim, amma Santiago gəldikdən sonra kitabları oxumağa qarşı, yəni baxış açım fərqli oldu. Santiago bu 2 il ərzində mənə bir çox şeylər qatıb. Əlbəttə ki, bunlar xatırladığım zaman müəyyən hisslər keçirirəm ki, bunları sözlərlə ifadə etmək biraz mənim üçün çətindir. Amma başlıca 2 məqamı sadalamalı olsam, bunlardan biri çox gözəl dostluqlar deyərəm ki, hər də davam edeyim dostluqlar var klubda müzakirələr sayəsində qazandığım. Digəri isə kitab mühitində olmaq, kitab insanlarını tanımaq, nəşriyyatları tanımaq, naşirləri tanımaq, kitaba olan baxış bucağımı dəyişmək, bunlar hamısı mənim üçün müsbət cəhətlərdir. Burada açığı da yeni insanlar tanıdım, onu deyə bilərəm. Bir də kitablara fərqli insanların baxış bucağından baxmaq öyrəndim. Yəni indiyə qədər çox müzakirə aparmırdım başqaları ilə, amma burada fərqli düşüncələr, bir kitaba daha fərqli nə qədər düşüncə ola bilər, onu gördüm. Fikirlərimi daha rahat ifadə edə bilmə şəkli ki, bu insanlarla müzakirədə yaranıb, yeni insanlarla tanışdıq, çox axtardığım bir çevrə olan kitab oxuyan və müzakirə etmə çevrəsi və bunun kimi bir çox digər xüsusiyyətlər. İnsanların fikirlərinə daha hörmətlə yanaşmağı, daha yeni fikirlər öyrənməyi, müzakirələrdə iştirak etməyi, belə deyim, hər şey. Deməli, Santiago mənə yeni insan çevrəsi, yeni dost çevrəsi, Santiago vasitəsilə yeni dostlar qazanmışam və əhatəmdə kitab oxumağa meyilli olan dostlar, həmçinin insanlar qazanmışam. Bundan əlavə nitqimi daha da inkişaf etdirmişəm və mütaliə bacarığı qazanmışam. Buradan çoxlu dostlar tanımışam, ətrafım genişlənib, özümü danışıq cəhətdən inkişaf etdirməyə bacarmışam. Çox kiçik yaşlardan kitab oxuyurdum və heç vaxt kitabları kimlərləsə müzakirə etməmişdim. Amma Santiago ilə tanış olduqdan sonra müzakirənin daha geniş bir aspektə malik olduğunu gördüm. Çünki hər kəsin bir fikri vardı və o fikirləri bir yerdə paylaşırdıq.
Santiago mənə kitab oxuma çevrəsi qatıb desəm daha yaxşı olar. Çünki mənim kimi kitabla həvəskarı olan, kitab oxumağı sevən gənclərlə bir yerdə olmaq, onlarla fikir mübadiləsi aparmaq mənə yaxşı təsir edən faktorlardan biri olub. Santiago mənə özüm kimi, öz düşüncə tərzimdə, öz ortaq maraqlarda olan insan çevrəsi qatıb və daha çox mütaliə ilə məşğul olmaq bacarığı qatıb. İlk gəldiyinizdən bu günə həyatınızda nələr dəyişib? Santiago dediyim kimi mənə qazandırdığı çevrə ilə əslində dəyişikliyə səbəb olub həyatımda. Belə ki, tanıdığım insanların mənə verdiyi fürsət sayəsində mənim şəxsi inkişafım və şəxsi peşəm yönümlü dəyişikliklər baş verib və dediyim kimi mənə elə bir şans gəlib ki, mən öz işimi tapmışam hətta. Ona görə də dediyim kimi Santiago mənim şəxsi inkişafımda və çevrəmdə böyük dəyişikliklərə səbəb olub. Təbii ki, yeni dostlar əldə etdim. Onlarla bərabər çox gözəl, əyləncəli vaxtlar keçirdik. Əvvələ nisbətən daha davamlı şəkildə kitablar oxumaq və mütaliə bacarığı, həmçinin nitqimi əvvəlkinə nisbətən daha da çox inkişaf etdirmişəm. Həyatımda çox şey dəyişib. Əslində mən aşırı sosial fobiyası olan bir insanım, amma bu ortamda o qədər çox rahatam ki, hətta yəni bəzən daha çox danışıram, daha çox sosiallaşıram. Santiago'nun təşkil elədiyi Book Giving Day, kitab müzakirələri kimi fəaliyyətə qoşulmaq, sosial bir insan kimi mənim sosial fəaliyyətlərə qoşulmaq, insanlarla ünsiyyətdə olmaq kimi bacarıqlarımı inkişaf etdirməyə kömək edib. Olaraq dediyim kimi insanların fikirlərinə hörmətlə yanaşmaq və həmçinin də bazar günlərini daha dəyərləndirməyi verəcəyim. Daha gözəl keçirmək. Əslində çox bir şeylər dəyişməyib, amma ətrafım genişlənib, çevrəm çoxalıb və bu sayədə danışıq qabiliyyətim daha da artıb. Əslində əsas dəyişikliklər, yəni özgüvənimin və kitab mütaliəmin daha çox artması, mən bunun nəticəsində ki, artıq özüm belə kitab yazıram və bununla yanaşı da həm də universitetdə kitab klubu açıb sədr eləyəcək qədər də kitab müzakirələri və sair mövzularda və nəşriyyatlar və sair mövzularda təcrübə qazanmaq kimi bir çox şey qatıb. Oxumam dediyim kitabları oxumuşam. Belə deyə bilərəm. Yəni normalda oxumayacağım kitablar var, orada müzakirə olsun deyə oxumuşam və onlar nisbətən gözləmədiyim təsir bağışlayıb məndə. Yəni məsəl üçün 2 şəhərin hekayəsini heç vaxt oxumazam demişdim. Maraqlı gəlmirdi, amma oxudum və çox fərqli bir şeyə qapıldım. Həyatımda çox şey dəyişib. Yəni belə deyim sizə, mən əslində kitab oxumağı nəyə görə istəyirdim və Santiago'ya nəyə görə qatıldım? Mən söhbət arasında stat gətirməyi kitablardan çox sevirdim ki, Santiago qrupuna qoşulduqdan sonra bütün kitablardan ki, çox yazarlar tanıdım sizin sayənizdə, bütün kitablardan stat gətirib və onların düşüncəsini beynimdə yerləşdirdim ki, bu mənim üçün ən gözəl, yəni bir hissəsi idi bu Santiago'nun. Kitaba olan baxış bucağım dəyişib. Kitab mənim üçün daha bir mükəmməl bir əşyaya, daha bir öz mükəmməlliyinə qovuşub. Artıq sətirlərə, sözcüklərə, bəlkə də obrazlar daha başqa cür baxıram və artıq sözün dəyərinə inanıram. Aslında o dəyişdi ki, kitab oxuma alışqanlığı edindim. Əvvəllər məsələn ancaq həvəsim olanda oturub kitab oxuyurdum. Məsələn bir ayda 3 kitab oxuyurdum hərdən. Hərdən də ayda heç kitab açmırdım. Amma sonradan kitab klubu hər ay kitab müzakirə eləyir deyə ayda ən az bir kitab oxumuş oluram. O da məndə həvəs yaradır. Nəticədə bir neçə kitab oxumuş oluram. Son olaraq əlavə demək istədiyiniz nəsə varmı? Bizə belə bir fürsət təqdim etdiyiniz üçün təşəkkür edirəm. Yəni daha fərqli, daha maraqlı kitabların müzakirəsində görüşmək istəyərdim. Yəni daha keyfiyyətli kitabların, yəni daha gözəl müzakirələr olsa, yəni onu ümid edirəm, belə deyim. Müzakirələrimizə qatılın. Siz də Santiago'ya qatılın və özünüzü inkişaf etdirin. Hər kəs Santiago'ya dəvət edirəm. Yox, çox sağ olun, təşəkkür edirəm. Burada özüm kimi hiss edirəm. Ümid edirəm ki, kitab klubunun fəaliyyəti uzun müddət davam edir. Çünki bu cəmiyyətimiz üçün faydalı bir fəaliyyətdir. Əlavə təşəkkür edirəm ki, yəni sizin sayənizdə mən ətrafım geniş oldu, gözəl dostlar tanıdım, gözəl kitabları başladım oxumağa. Bunun üçün təşəkkür edirəm ki, nə yaxşı Santiago. Mən düşünürəm ki, Santiago'da həqiqətən iştirak eləmək qəşəngdir. Mütləq müzakirələrdə iştirak eləmək lazımdır. Çünki burada olan insanlar, çevrələr nəticəsində çox qəşəng baxış bucaqları, istiqamətlər görmüş oluruq. İnsanların nəyə maraq göstərdiyini, nəyə ehtiyacları olduğunu, bu söhbət əsnasında əslində bir növ o kəşfiyyata aparmış oluruq. Ona görə də Santiago'da iştirak eləyək. Santiago doğmadır, qəşəngdir.
Sevirəm Santiago-nu. Santiago bu kluba, bu gözəl klubun rəhbərliyinə öz təşəkkürlərimi bildirirəm ki, biz oxuyucular üçün belə gözəl mühit yaradıblar və hər kəsə bu klubda olmağı sonuna qədər tövsiyə edirəm. Demək istəyim odur ki, Santiago olmaq bir ayrıcalıqdır və fəxr edirəm mən bununla. Və sual versəniz ki, Santiago bu müddət ərzində, bu 2 il müddət ərzində mən nələr qatıb? Əslində bunu saysa bitməz. Yəni çünki 2 il müddət həqiqətən çox dolu-dolu keçib. Amma bunun çox kiçik bir hekayə ilə sizə danışmaq istəyirəm. Bundan aylar öncə Bakı mühəndislikdə kitab klubunun açılışına məni də dəvət etmişlər və çıxışda indi deyəcəyim sözləri demişdim və orada demişdim ki, həqiqətən 2 il əvvəl mənə desəydilər ki, Agil vaxt gələcək, yüzlərlə gəncin qarşısına çıxış deyəcək və bu çıxış da kitabla bağlı olacaq. Həqiqətən mən buna inanmazdım. Yəni düşünməzdim ki, vaxt gələr, Agili kitab oxuyar, hətta bu qədər gəncin qarşısında onlara kitab oxumaqdan danışar. Çox böyük ehtimalla mən bunu eləyə bilməzdim. Amma həqiqətən Santiago bu 2 il ərzində mənə o qədər şey qatdı ki, istər xarakterim cəhətdən, istər özgüvən cəhətdən, istər insanlar ətrafında özünü ifadə olsun, cəmiyyətdə özünü tapmaq olsun. Bu kimi şeylərdə həqiqətən Santiago mənim həyatımda çox-çox böyük rol oynayıb. Son olaraq da videonu bura qədər izlədiyinizə görə çox sağ olun. Daha yaxşı, daha gözəl videolarla görüşmək ümidi ilə hər biriniz Santiagoya dəvətlisiniz.